Hər il hazırladığım çiyələk mövsümünün ən dadlı piroq reseptini sizinlə paylaşıram. Tort kimi piroq, hazırlanması da çox rahatdır. İlkin olaraq əridilmiş kərə yağının üzərinə 4 ədəd yumurta sarısı, şəkər tozu, vanilin əlavə edib mikser ilə qarışdırdım. Daha sonra üzərinə aram ilə unu, qabartma tozunu və südü əlavə edib mikser ilə qarışdırıb piroqun xəmirini hazırladım. Bu dəfə istifadə etdiyim tava Emsandan əldə etdiyim yapışdırmayan qranit tava oldu. Tavanı yağlamadan üzərinə xəmiri əlavə edib çiyələkləri düzüb 180 dərəcədə alt üst rejimdə təxmini 20 dəqiqə bişirdim. O vaxta qədər isə piroqun üzəri üçün mirenga hazırladım. Bunun üçün yumurtaların ağına bir çimdik duz, şəkər tozu, vanilin əlavə edib mikser ilə ağarana qədər qarışdırdım. Ən sonda üzərinə limon suyu da əlavə etdim. Piroqu sobadan çıxardıb üzərinə mirenga əlavə edib çiyələklər ilə bəzədikdən sonra elə həmən dərəcədə üzəri qızarana qədər bişirdim. Süfrəmi isə Emsanın zərif, güllü, çiçəkli səhər yeməyi dəsti ilə bəzədim. Vəssalam, piroqumuz da hazır. Dadlıdır. Mütləq hazırlayın. Sizə nuş olsun, mənə də xoş olsun.